Salam, mən biologiya müəllimi Ayşən müəlliməm. Bu gün sizlə imtahana gedəcək abituriyentlər üçün qaraciyərin qanla təmin olunmasının sadə şəklində izahını verəcəm. Uşaqlar, imtahana getməmişdən əvvəl bu videomu mütləq şəkildə izləyin. Deməli, qaraciyər iki fərqli mənbədən qanla təchiz olunan yeganə orqandır və bu onun tənzimləmə və emal funksiyasını daha da effektiv edir. Qaraciyərə 3 damar birləşir. Baxın, burada qeyd olunub. Biri qaraciyər arteriyasıdır. Qaraciyər arteriyası öz başlanğıcını qarın aortasından götürür və arteriya olduğu üçün arterial qan daşıyır. Arterial qanda biz bildiyimiz kimi oksigenlə zəngin qandır. Qaraciyər arteriyasında oksigenin miqdarı çox olur. Qaraciyər arteriyası böyük qan dövranı damarıdır. Yəni qarın aortasından hər bir orqana bildiyimiz kimi böyük qan dövranında orqanın adı ilə bağlı bir arteriya daxil olur. Məsələn, böyrəyə böyrək arteriyası daxil olur, qaraciyərə qaraciyər arteriyası daxil olur və oksigenlə zəngin qan qaraciyərə gəlir. Arteriya burada qaraciyərdə kapilyar şəbəkəyə parçalanacaq və kapilyar mübadilənin getdiyi damar olduğu üçün qaraciyər hüceyrələri kapilyarın içərisində axan qandakı oksigendən istifadə edir. Bir növ qaraciyər hüceyrələrinə nəfəs verən damar hesab etmək olar. İkinci damarımız, deməli, buradan görsənir, qaraciyər venasıdır. Hansı ki, bu damar qaraciyərdən venoz qanı çıxaran damardır və həmin qanı digər aşağı tərəfdə yerləşən, yəni ürəkdən aşağıda yerləşən orqanlar kimi, qarın boşluğu orqanları kimi o venoz qanı, qaraciyər venası gətirib açacaq aşağı boş venaya. Qaraciyər venasından biz danışırıqsa, deməli burada venoz qan axır və bu qan karbon qazı ilə deməli zəngin qandır. Və uşaqlar, biz demişdik ki, insan orqanizmin bütün orqanlarında arteriya, kapilyar və vena əlaqəsi mövcuddur. Yəni damarlar arasında bu əlaqə mövcuddur. Biz burada onu gördük. Qaraciyər arteriyası qaraciyərə daxil olur, kapilyar şəbəkəyə parçalanır. Mübadilə baş verdikdən sonra oksigen hüceyrələrə keçir. Karbon qazı isə hüceyrələrdən alınır və burada biz nə görürük? Karbon qazı ilə zəngin venoz qan, kapilyarlar birləşir. Yəni karbon qazı ilə zəngin venoz qan artıq venalarda toplanır. Kapilyarların birləşməsindən vena əmələ gəlir. Bu da qaraciyər venası. Bu əlaqəni biz gördük. Eyni zamanda qaraciyərə bağırsaqdan gələn qaraciyərin qapı venası da burada göstərilib, burada. Qaraciyərin qapı venası da birləşir və qaraciyərin qapı venası deməli bağırsaqlardan qaraciyərə venoz qanı gətirir. Deməli uşaqlar, qaraciyərin qapı venası bağırsaqlardan yenicə həzmə uğramış və qidalı maddələrlə zəngin olan, yəni həzm olunmuş qidalı maddələrlə zəngin olan qanı qaraciyərə gətirir. Və belə deyək burada, qapı venası venoz qan daşıyır. Ona görə də qapı venasında, qaraciyər venasında olduğu kimi karbon qazının miqdarı daha çox olacaqdır. Və qapı venası gəlib qaraciyərdə kapilyar şəbəkəyə parçalandıqdan sonra yenidən kapilyar şəbəkələr birləşib yenə də qaraciyər venası kimi qaraciyərdən çıxır. O zaman biz qaraciyərdə digər orqanlardan fərqli olaraq vena, kapilyar və vena əlaqəsinin olduğunu öyrənmişik. Deməli, qaraciyərdə hər iki damar əlaqəsini görmək mümkündür. Qaraciyərə birləşik 3 damardan ikisi qaraciyər arteriyası və qapı venası qaraciyərə qan gətirir. Biri arterial, qaraciyər arteriyası arterial, qaraciyərin qapı venası venoz qanı gətirir. Bir damar, qaraciyər venası isə qanı qaraciyərdən çıxardır. Mən istəyirəm burada sizin diqqətinizə nəyi çatdırım? Bu damarlarda müxtəlif maddələrin miqdarına baxaq. Deməli, uşaqlar, buranı sildim. Dedik ki, oksigenin miqdarı çox olur qaraciyər arteriyasında, amma qaraciyər venası ilə qapı venasında karbon qazının miqdarı daha çox olur. Sonra burada müqayisəsini apara bilərik biz qlukozanın. Biz bildiyimiz kimi nazik bağırsaqda karbohidratların həzmi başa çatır və karbohidratların son parçalama məhsulu olan qlukoza xovların divarından, nazik bağırsağın xovlarının divarı bir qat epitelidir. Üzərini örtən sıx kapilyar şəbəkənin də divarı bir qat epitelidir və qlukoza 2 bir qatlı epitelini, yəni 2 qatı keçərək qana
keçir və oradan bağırsaq kapillyarları birləşib bağırsaq venasını və eləcə də qaraciyərin qapı venasını əmələ gətirir və qaraciyərin qapı venası ilə qlükoza daxil olur qaraciyərə. Uşaqlar, qida ilə qidalanmış, yenicə qidalanmış və yaxud da tox insanda burada gələn, yəni qapı venasında qlükozanın miqdarı çox olur. Qaraciyərdə qlükozanı depo halına gətirən, depolayan orqan olduğu üçün deməli, burada qlükoza çevriləcək glikogenə və toplanacaq qaraciyərdə. Onda belə çıxır ki, qaraciyərdən çıxan, qanı çıxaran qaraciyər venasında qlükozanın miqdarı az olacaq. Ancaq ac insanda bu tamamilə fərqli olur. Ac insan qidalanmadığı üçün qapı venası ilə demək olar ki, qlükoza gəlmir. Onda qaraciyər depo halında topladığı glikogeni deməli parçalayacaq. Burada endokrin sistemini də gəlin yadımıza salaq. Hansı hormonun təsiri ilə bu baş verə bilərdi? Glikagon hormonunun. Yəni aclıq zamanı depo halında olan qlikozanı, yəni glikogeni qlikozaya qədər parçalayır. Onda belə çıxır ki, qaraciyər venasında qlikozanın miqdarı daha çox olur. Çünki glikogeni glikozaya çevirərək qaraciyər onu qan dövranına qoşur. Aşağı boş vena ilə. Qaraciyər venası gətirir, aşağı boş vena ilə böyük qan dövranına qoşur. Deməli, bu 3 damardan ən çox qaraciyərin qapı venasında glikozaya rast gəldi. Başqa bir məqama baxaq. Biz bildiyimiz kimi bağırsaqdan təkcə qidalı maddələr yox, həm də zərərli maddələr qaraciyərə daxil olur. Çünki elə məqsəd budur. Bağırsaqdan birbaşa qan gəlir. Qaraciyər orqanizmin filtridir. Burada filtrdən keçib sonra qan dövranına qoşulur. O maddələrdən biri də uşaqlar amoniakdır. NH3 zərərli maddədir. Amoniakı qaraciyər qapı venasından alır və onu sidik cövhərinə çevirərək qaraciyər venası ilə aşağı boş venaya açır və oradan böyrəyə gedəcək. Təbii ki, sidik cövhərini qandan çıxarmaq böyrəyin işidir. Amma sidik cövhərini yaratmaq qaraciyərin işidir. Deməli, qaraciyərdə buradan yazaq NH3 nəyə çevrildi? Sidik cövhərinə. Onda biz deyəcəyik ki, sidik cövhərini yaradan orqan qaraciyərdir. Sonra biz nəyi müqayisə? Demək, sidik cövhərinin miqdarı qaraciyər venasında çoxdur. Amoniakın miqdarı isə qaraciyərin qapı venasında çoxdur. Sonra uşaqlar, biz burada müqayisə apara bilərik. Nəyin miqdarını? Deməli, zərərli maddələri dedik, oksigeni dedik. Karbon qazı təbii ki, venalarda arteriya nisbətən daha çox olacaq. Qlikozanı izah elədim. Elə qidalı maddələr də eyni. Qaraciyərin qapı venasında qidalı maddələr daha çox olur. Ən çox bu damardadır qidalı maddələr. Zərərli maddələr də ən çox bu damardadır. Deməli, amoniakın miqdarı da ən çox buradadır. Qaraciyər venasında sidik cövhərinin miqdarı daha çox olur. Karbon qazının miqdarı daha çox olur. Qaraciyər arteriyasında isə oksigenin miqdarı deməli daha çox olur. Deməli, qaraciyər orqanizmin filtridir. O həm zərərli maddələrdən qanı təmizləyir, həm də amoniakdan təmizləyir. Onu sidik cövhərinə çevirir. Sidik cövhəri amoniaka nisbətən az zərərli maddədir. Deməli, amoniak zərərli maddədir və əsasən həzm sistemindən gələn, bax bu qanda, yəni qaraciyərin qapı venasında çox olur. Qaraciyərə daxil olduqdan sonra isə amoniak zərərsizləşdirilir, sidik cövhərinə çevrilir. Buna görə də müqayisə edəndə görürük ki, qaraciyər arteriyasında amoniak azdır. Qaraciyər venasında amoniak daha da azdır. Çünki o sidik cövhərinə çevrilib artıq bu venadan çıxır. Qaraciyər qapı venasında isə amoniakın miqdarı daha çoxdur. Bu qədər uşaqlar, ümid edirəm ki, anlaşıqlı oldu. Yenə də sualınız olsa, rəy bölməsinə yaza bilərsiniz. Mən sualınızı çalışaram cavablayım. Deməli, qaraciyərdə hər iki damar əlaqəsini gördük. Həm arteriya kapillyar vena, həm də vena kapillyar vena əlaqəsini gördük. Və onu da nəzərdən belə deyək də qaçırmayın ki, mütləq bağırsaqdan gələn birinci qan qaraciyərə gəlib, sonra qan dövranına qoşular. Bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.